Salam. Bugün təbiət təhsil 6-cı sinif 1-ci hissə mövzu 4 və 5-ə baxacağıq. Ən son bildiyimiz kimi ağciyərlərdə qazlar mübadiləsini keçmişdik və qanın tərkibi mövzusunu keçmişdik. Və bugünkü mövzumuz isə artıq xülasə və ümumiləşdirici tapışlara baxacağıq. Və əlavə olaraq da göbələklər nədir mövzusunu keçəcəyik. Gəlin xülasəni oxuyaq. Qan ibarətdir, dövrədir. Qan ibarətdir qırmızı qan cüyrəsi, ağ qan cüyrəsi, qan lövhəcikləri və plazma. Dövr edir ürəkdən ağciyərlərə və oradan ürəyə, ürəkdən bədənin digər hissələrinə və oradan ürəyə. Qan dövranı sistemi. Qan damarları ibarətdir. Qan damarları ürək, qan damarları arteriyalar, şaxələnir kapilyalara, birləşir venalara. Ürək şöbələrə bölünür. Qulaqcıqlar və mədəciklər, sağ qulaqcıq, sol qulaqcıq, sağ qulaqcıq karbon qazı ilə zəngin qanı bədənin digər hissələrindən qəbul edir. Sol qulaqcıq oksigenlə zəngin qanı bədənin Oksigenlə zəngin qanı ağciyərlərdən qəbul edir. Mədəciklər, sağ mədəcik, sol mədəcik, sağ mədəcik. Karbon qazı ilə zəngin qanı ağciyərlərdən qovur. Sol mədəcik, oksigenlə zəngin qanı bədənin digər hissələrindən qovur. İndi bizim tapşırığımız ümumiləşdirici tapşırıqlardır. Gəlin ümumiləşdirici tapşırıqlara baxaq. Birinci, şəklə əsasən tapşırıqları yerinə yetirin. Birinci sual. A, B, C, D və E hərfləri ilə işarələnmiş hissələri adlandırın. A hissəciyi yaxınlaşdıraq. A hissəciyi sağ qulaqcıq adlanır. Yəni bu hissə sağ qulaqcıq. B hissəsi sağ mədəcik adlanır. C hissəsi sol mədəcik adlanır. D hissəsi ürəyin aşağı hissəsi adlanır. E hissəsi sol qulaqcıq adlanır. F hissəsi isə əsas şah damarı adlanır. B. Ağciyərlərdən və bədənin bütün digər orqanlarına qayıdan qan uyğun olaraq ürəyin hansı hərfləri ilə işarələnmiş olunmuş bölmələr daxil olur. Birinci, burada yenə gördüyümüz kimi biz bu şəklə getməliyik. Bədəndən qayıdan qanı, yəni çirkli qanı A hərfi ilə işarələnmiş sağ qulaqcığa daxil edirik. Baxın. Dediyimiz kimi bədəndən qayıdan çirkli qanı A hissəsi ilə sağ qulaqcığa daxil edirik. Sonra ağciyərlərdən qayıdan qanı, yəni təmiz qanı E hərfi ilə işarələnmiş sol qulaqcığa daxil edirik. C. Şəkildə hansı strukturlar qanın ürəyə doğru və ürəkdən axın istiqamətini müəyyənləşdirməyə kömək eləyir? Qanın tək bir istiqamətdə axmasını təmin edən və geriyə qayıtmasının qarşısını alan strukturdur. Qapaqcıqlar, qulaqcıqlar və mədəciklər arasındakı taylı qapaqcılar və damarların çıxışındakı aypara qapaqcıqlar. D-yə keçək. B ilə işarələnmiş hissələrin əhəmiyyəti nədir? B ilə işarələnmiş hissələrin əhəmiyyəti onlar orqanizmdə qan dövranına necə kömək etdiyini təsvir edin. B hissəsi sağ mədəcikdir. Yəni yığılaraq ürəkdən kirli qanı ağciyərlərə arteriya vasitəsilə ağciyərlərə təmizləməyə göndərir və kiçik qan dövranı başlayır burada. Və keçirik tapşırıq 2-yə. Qrafik əsasən hərəkətlərin vaxt aralığını müəyyən edin. Qrafik insan ürək döyüntülərinin sayının zamana, yəni dəqiqəyə görə dəyişməsi göstərilibdir. Yəni normal halda ürək döyüntüsünün dəqiqəsi təxminən biz bildiyimiz kimi 70 və 80 arası olur normal insanlarda. Və bu zaman yəni deyə bilərik ki, yuxuda azalır, qaçışda isə ürəyin, yəni qaçışda, qorxuda isə ürək sürəti artır. Gəlin baxaq. Fəaliyyət qaçışdır. Müddət 35 və 55 dəqiqə arasındadır. Burada bizim doğru cavabımız C-dən D-yə doğru. C-dən D-yə doğrudur.
Səbəbi isə qaçış zamanı əzələlərin oksigen və qida maddələrinə ehtiyacı artır və buna görə də ürək daha sürətlə döyünür. Fəaliyyət B. Yatmaq. Müddət 0-20 dəqiqələr arasında. Burada uyğun cavab A-dan B-yə doğru gedir. Səbəbi yuxu zamanı bədən dincəlir, maddələr mübadiləsi zəiflər və enerji sərfi azaldığı üçün ürək döyüntüsünün ən aşağı səviyyəsi, yəni ən aşağı səviyyəyə düşür. Fəaliyyət qəfil yüksək səsdən qorxu. Müddət 85-90 dəqiqə arasıdır və burada doğru cavab E nöqtəsindən olduğu dik artım. Yəni E nöqtəsində olduğu dik artımdır. Baxın. Yəni bu tərəf. Burasıdır. Səbəbi isə qorxu və ya qəfil həyəcan zamanı bədəndən qanı, qəfil adrenalin hormonu ifraz olunur və buna görə də ürəyin döyüntüsü çox qısa müddətdə qəfildən kəskin artım olur. Bizim fəaliyyətimiz oynamaq. Müddət 20-35 dəqiqə arasındadır. Burada doğru cavab B-dən C-yə doğru gedir. Səbəbi isə insan yuxudan ayılanda bədən aktivləşməyə başlayır və ürək döyüntüsü tədricən normaldır və oyaq halda səviyyə, yəni oyaq halının səviyyəsinə daha yaxın olur. Devam edək. Tapşırıq 3. Bizə deyir ki, tapşırıq əsasında doğru yanlış budaqlanan ağac testini tamamlayın və ardıcılığı düzün. Budaqlanan ağacın ən başından, yəni sol tərəfdən birinci başlayaq biz. Mülahizə 1-ə baxaq. Ürəkdən və qan damarlarından qan dövranı sistemini əmələ gətirir. Doğru cavabımız D variantıdır. Oxla yuxarıya doğru. Yəni burada biz getdiyim, burada doğru cavabımız D-dir. Mülahizə 2. Orqanizmdə qida maddələrini və oksigen qanına daşıyır. Doğru cavab yenə D-dir. Mülahizə 4. Toxumaları qazan mübadiləsi kapilləri vasitəsilə daşıyır. Burada doğru cavabımız yenə D-dir. Nəticədə biz tamamilə doğru yollarını izlədiyimiz üçün birinci çıxış nöqtəsinə çatırıq. Burada bizim doğru cavabımız birinci çıxış nöqtəsidir. 4. Alov ilə qazlar mübadiləsi. Şəkildəki kiçik diaqramda bizə verilib ki, ağciyərlər, alveollar və onun ətrafındakı kapillyarlar damarları göstərilibdir bizdə. Biz burada birinci oxu təqib edədiyimiz zaman, yəni burada birinci ox bədəndə ürəyi və orada olan ağciyərlərə qan aparır. Yox, bağışlayın. Bədəndən ürəyə və oradan da ağciyərlərə gələn qandır bu. Bu qan karbon qazı ilə zəngindir. Çirkli qandır, alveolar karbon qazı verir. Oxunun daxilində A bəndi yazılır. Baxın, görürsünüz burada. Birincidə alveol karbon qazı verilmişdir və oxun daxilində A bəndi yazılır. Bu da karbon qazı ilə zəngin qandır. Gördünüz? İkinci ox. Alveoldan oksigeni alıb ürəyə doğru gedən təmiz qandır və bu qan oksigenlə zəngindir. Oxun daxilində B bəndi yazılıbdır. Yəni oksigenlə zəngin qan. İndi bizim variantlara baxaq gəlin. A variantında karbon qazı ilə zəngin qan, ikinci isə oksigenlə zəngin qan verilibdir. Bu tamamilə doğru bir variantdır. Onun üçün düzgün variant burada A variantı olacaq. Dostlar, əslində mən deyirdim ki, 5-ci mövzunda keçək, amma maalesef vaxtımız çatmadı. Onun üçün də gələn mövzuya.